Nazirlər Kabineti taksi mini avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib. Qərarı baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25.000 müəyyən edilib. Taksi mini avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Rəqabət Məcəlləsinə, lisenziyalar və icazələr haqqında və avtomobil nəqliyyatı haqqında qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi mini avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməlidir. Qərar noyabrın 1-dən qüvvəyə minir və qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixə qədər qüvvədədir. Nazirlər Kabinetinin sözü gedən qərarı ilə bağlı istərdi nəqliyyat eksperti Yasin Mustafayevlə müzakirə aparaq və hazırda o bizimlə canlı bağlantıdadır. Salam Yasin bəy, hər vaxtınız xeyir olsun. Taksilərin sayına limit qoyulması bu sektora nə verəcək? Salam, hər vaxtınız xeyir, mən də sizi salamlayıram. Bu məsələ ilə bağlı biz bundan əvvəl də fikir bildirmişik. Biz dünya ölkələri təcrübəsinə baxsaq görərik ki, artıq böyük şəhərlərdə taksi sayına bir limit qoyulur. Biz bu tıxacın sıxlığın qarşısını almaqdan ötürü biz də məcburuq bu addımı atmaq. Məsələn, böyük şəhərlərə baxsaq, Paris, London, New York, hətta qardaş ölkə Türkiyədə, İstanbul şəhərinə də nəzər yetsək görərik ki, hər 1000 nəfərə təxminən bir taksi düşür. Yəni bizim paytaxtın təxminən 3 milyon əhalisini olduğunu nəzərə alsaq, təxminən 3000 nəqliyyat vasitəsi və yaxud da taksi olmalıdır. Amma bizdə islahatlardan qabaq, yəni taksi fəaliyyəti ilə bağlı aparılan islahatlardan qabaq 75.000-ə qədər statistikada biz bu rəqəmi görürük. Bu təxminən 75 dəfə çoxdur. Biz sonra da gilə edirik ki, tıxac çoxdur, sıxlıqdan əziyyət çəkirik. Ümumiyyətlə bu sahə ilə bağlı atılan bütün addımlar tıxacın sıxlığının aradan qaldırmasına, eyni zamanda keyfiyyətin artırılmasına xidmət edir.